Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindəyik və bugün AFFA Yüksək Qızlar Liqasında 15-ci turun Neftçi Zaqatala maçı keçiriləcək. Heyətlərlə tanış olaq, başlayaq əvvəlcə komandamızdan Neftçi qapını 1 Günay İsmailova qoruyur, 13 komandanın kapitanı Sevinç Fəttazadə, 5 Aydan Həsənova, 9 Mədinə Curuqova, 10 Ayşən Salamzadə, 11 Məsumə Nəzərli. Zaqatala komandası 1 Yelizaveta Kudinova, 7 komandanın kapitanı Lili Sulxayeva, 4 Günay Nəcəfova, 6 İlahə Çıraqova, 9 Günay Musayeva. Fit səslənir və oyun başladı. Ehtiyatdakı oyuncularımız Manə Mollayeva, Frəngiz Teymurova, Vüsalə Seyfəddinova və Sona Rəhimova. Milli komandanın da üzvləri ehtiyatdadılar. Mədinə ötürmə qapı qarşısına, daha bir zərbə dəqiq alınır bu dəfə. Yenə sol cinahdan Mədinə ötürür topu və Sara Səlimova oyunda hesabı açdı. Maçın 11-ci dəqiqəsində Neftçi Sara'nın qolu ilə hesabda irəli çıxır. Sara'nın zərbəsi qeyri-dəqiq alınmışdı. Bu dəfə isə Səlimova saxlamadan topu uzaq küncə vurdu. Sara, Röyadan sağa Məsumə Nəzərli. Sağ cinahdan Neftçinin hücumu, Məsumə baxdı qapı qarşısına, Nəzərlidən ötürmə, Mədinə və 2-0 olur hesab. 19-cu dəqiqədə Mədinə Curuqova. Sevinçdən irəli Röya, Suel yanındaydı, tələsmədi, sol cinahlı oynadı, orada boşluq var idi. Mədinə çatır topa, Mədinə Curuqova cərimə meydançasında, Mədinədən ötürmə qapı qarşısına, başla zərbə və 3-0 olur hesab. Məsumə Nəzərli Neftçinin 3-cü qolunu vurur. Mədinə sol, Məsumə isə sağ lateral mövqelərində çıxış edirlər. Mədinədən geriyə Aydan Həsənova, ötürmə, Röya cərimə meydançasında və 4-0 olur hesab. Yenə sol cinahdan ötürmə, bu dəfə Aydan idi ötürmən edən. Qolun müəllifi isə Röyadır. Röya Əliyeva. Orada topu qəbul etdi. Top Sueldə, Polikarpova, Ayşən Salamzadə hakim saatına baxdı və dərhal da elə ilk hissəni bitirir. Hörmətli izləyicilər, Yüksək Qızlar Liqasının 15-ci turu çərçivəsində keçirilən Neftçi Zaqatala oyununda ikinci hissə başladı. Günay İsmailovadan sol cinah ötürmə. Mədinə, Aydan Həsənova, sol cinahdan daha bir ötürmə qapı qarşısına, Məsumənin zərbəsi. Top meydandan çıxmadı, başla, Suel və Röya topu qapıdan keçirir. Röya Əliyeva dubl etdi. 5-0. İzləyək təkrarını. Burada top çıxmadı meydandan. Suel başla ötürdü. Röya başla bitirdi. Aydan özü irəlilədi sol cinahda. Həsənovadan qapı qarşısına ötürmə. Röya və hat-trick edir. Röya Əliyeva. Aydandan ötürmə. Röyanın zərbəsi. Həsənovadan cərimə meydançasına. Mədinə başla fərqlənir. Mədinə Curuqova. Növbəti dəfə sol cinahdan ötürmə və Mədinə də dubl edir bu maçda. 2 gol, 2 asist. Mədinə Curuqovadan. Başla. Yaxşı zərbə vurur. Röya. Xanım. Sağ cinah ötürdü topu. Məsumə Nəzərlidən qapı qarşısına. Nə idi bu? Keçən mövsümlərdə penaltidən qollar vurub və Günay İsmailova hesabı 8-0 edir. Neftçinin qapıçısı fərqlənir. İzləyək təkrarını. Və 90 dəqiqə tamam olan kimi hakim görüşü bitirir.